Hanım, istəyirəm yenidən sizlə davam edək və qısaca bir şey deyim, sizin atanız saz ifaçısıdır. Atam bayaq qeyd elədim ki, musiqiçi ailəsində böyüdüyüm üçün mən deyərdim ki, universal bir insandır, tərif kimi olmasın. Hər bir musiqi Elxan alətində müəllim mənə dedi ki, gözəl saz ifaçısıdır. bəli, həm sazda ifa edir, həm deyim tarda ifa edir, həm fortepianoda, həm qarmonda. Yəni gözümü açandan bizim ailədə çox musiqi alətləri olub. O yüzdən bütün alətlərdə ifa edir. Siz hansı alət? Bəli, mən özüm fortepiano üzrə oxuyub bitirmişəm. 7 illik fortepiano üzrə oxumuşam ilk təhsilimi. O zaman ikinci ifanız nə Könül olacaq? xanım qeyd edeyim ki, biz atası ilə bu xanımın illər tanışıq. Münsif olduğu müsabiqəyə biz fəxri qonaq kimi qismində dəvət eləmişdik və xanımla gəlmişdi. Mənə yaxınlaşdı, dedi ki, mənim evladımdır, maşallah sizin bu qədər evladınız var. Və xanım bayaq unutdu, deyəndə ki, yeni il çəkilişlərində bizim də layihədə olmusunuz və gözəl mahnılar eləmişsiniz. Minnətdaram, təşəkkür edirəm. İkinci hansı ifanız olacaq? İstərdim ikinci mahnımız mənim ifaçılıq yaradıcılığımda çox xüsusi bir yeri olan, deyərdim hər kəsin bir belə deyək də vizit kart mahnısı olur, deyərdim, pasport mahnısı. Oktay Ağayev yaradıcılığından Oktay Kazımi musiqisi Eşqimin bəxti. Gəlsin inşallah. Dinləyək. Təşəkkür edirəm, var olun.